Salam şagirdlər, mən Allahverdiyeva Nərmin müəllimə. Bu videoda mən sizin üçün patogenlər və xəstəliklər bölməsinin izahını paylaşacağam. Patogenlər və xəstəliklər bunlar bir-biri ilə uyğun, bir-birinə yaxın bir anlayışlar olduğu üçün bir yerdə verilmişdir. Patogen nədir? Xəstəlik törədən orqanizm və onların törətdiyi xəstəliklər. Bu bölmədə bundan danışacağıq. Uzun illər ərzində hər zaman insanlar müxtəlif xəstəlikləri yoluxmuşlar, amma bu xəstəliyin yaranma səbəbini heç bir şəkildə öyrənə bilmirdilər. Çünki bakteriyalar, göbələklər, viruslar haqqında heç bir məlumatlar yox idi. Hətta qədim alimlərdən olan Aristotel deyirdi ki, gözə görünməz bir varlıqlar var ki, bunlar bu xəstəliyi törədir. O zaman üçün qeyri-adi bir fikir kimi görsənə bilərdi bu. Çünki necə yəni gözə görünməz bir varlıqlar xəstəlik törədir. Amma əslində sonradan bakteriyalar, göbələklər, viruslar kəşf olunandan sonra müəyyən oldu ki, sən demə Aristotelin gözə görünməz varlıqlar hesab elədiyi bu canlılar məsələ bakteriya, göbələklər və viruslar imiş. Və ondan sonra artıq onlar haqqında məlumatlar toplandıqdan sonra o xəstəliklərin yaranma səbəbləri və bu xəstəliklərin müalicə metodları öyrənilməyə başladı. Xəstəliyi müəyyən edə bilməyimiz üçün, yəni həkimin bu xəstəliyi düzgün müayinə edə bilməsi üçün o xəstəliyin simptomları və əlamətlərini bilməlidir. Yəni məsələn, simptom nədir? Bu xəstəliyin bizdə hiss etdiklərimiz. Məsələn, yorğunuq, başımız ağrıyır. Bunu biz deməsə heç kim kənardan baxanda hiss olunmur ki, məsələn, mən yorğunam və yaxud da başım ağrıyır və yaxud da ki, hansısa bir əzələm ağrıyır. Amma bu xəstəliyin simptomlarıdır. Bunu mən özümdə hiss edirəm. Amma mənim qızdırmam qalxırsa, həkim soruşur ki, qızdırma varmı, öskürək varmı? Gör ki, öskürürəm, qızdırmam qalxır. Bunlar həkimin müəyyən etdikləridirsə, deməli, bu nə olur? Xəstəliyin əlamətləri. Yəni burada artıq sizə bu koronavirus xəstəliyinin simptomları və əlamətləri göstərmişdir ki, bunları da yaxşı özünüz əzbərləyib öyrənməlisiniz. Yəni əgər biz həkimə düzgün məlumat verə bilməsək, bizdə əgər qızılca xəstəliyi varsa, o zökəmə müalicəsini bizə belə deyək də yazsa, onda təbii ki, bu xəstəliyin müalicəsi effektiv olmayacaq. Ona görə də həkimə düzgün məlumat vermək lazımdır və həkim də özünün müəyyən edəcəyi bir şeyləri özü düzgün müəyyənləşdirə bilməlidir. Görürsünüz ki, burada qızılca xəstəliyinin də törətdiyi, yəni qızılca xəstəliyini törədən virus da qeyd olunub, zökəm xəstəliyini törədən virus da qeyd olunub. Görürsünüz ki, bunlar bir-birindən görünüşünə görə də fərqlənirlər. Və dedik ki, xəstəlik törədən canlılar patogen adlanır, yoluxmuş orqanizmlər isə sahib adlanır. Burada olan hər bir söz, hər bir cümlə çox önəmlidir və patogenlər təkcə insanda deyil, heyvanlarda və bitkilərdə də müxtəlif xəstəliklər törədə bilirlər. Və bəzi alimlər bu virusların canlı olduğunu qeyd edirlər, bəzi alimlər isə virusların cansız olduğunu qeyd edirlər. Çünki bilirik ki, viruslar havada, sərbəst halda mikroskopikdir və eyni zamanda onlar kristal formasındadır. Yəni heç bir təsirə malik deyil. Hansısa bir canlının orqanizmə daxil olduğu zaman özünün belə deyək ki, surətini çıxartmağa başlayır və çoxalmağa başlayır və bu zaman artıq o orqanizmdə xəstəlik törətməyə başlayır. Ona görə də hələ də müxtəlif fikirlər var. Bəzi alimlər virusların canlı olduğunu qeyd edir, bəzi alimlər isə virusların cansız olduğunu qeyd edirlər. Və bakteriyalar, viruslar və göbələklər müxtəlif xəstəliklər törədir. Bunların da bu hissəni qəşəng əzbərləyirsiniz, törətdiyi xəstəliklər və deyirik ki, bakteriyalar yalnız bir hüceyrəli olur, göbələklər bir hüceyrəli və çox hüceyrəli ola bilir. Bakteriyalar və göbələklər sərbəst də yaşaya bilir və hansısa bir orqanizmə daxil olduğu zaman da yaşaya bilir. Yəni sərbəst özü də çoxala bilir, qidalana bilir, yaşaya bilir və hansısa bir orqanizmə daxil olduğu zaman onun orqanizmində də yaşaya bilir. Amma viruslar yalnız hansısa bir orqanizmə daxil olduğu zaman yaşaya bilir. Yəni onların bir hüceyrəvi bir quruluşu yoxdur. Amma qeyd edirik ki, təbii ki, bizim həyat boyu rastlaşdığımız bir çox xəstəliklər var ki, bunlar hamısı infeksion xəstəlik deyil. Yəni, indi biz qeyd etdiyimiz, məsələn, vəbadır, vərəmdir, su çiçəyidir, qızılcadır, dırnaq göbələyidir və s. bunlar yoluxucu xəstəliklərdir. Yəni, buna infeksion xəstəliklərdir deyirik. Yəni, bir insandan digər insana keçə bilir. Və yaxud da ki, bir bitkidən digər bitkiyə keçə bilən xəstəliklər var. Bir heyvandan digər heyvana və yaxud da bir heyvandan insana, bitkilərdən insana keçə bilən xəstəliklər var. Bunlar olur infeksion xəstəliklər, yəni yoluxucu xəstəliklər. Amma bütün xəstəliklər yoluxucudurmu?
Təbii ki, deyil. Məsələn, məndə tutaq ki, qan azlığı var və bu anemiya xəstəliyi adlanır. Qan azlığı xəstəliyi varsa, bu digər insana keçmir. Yəni biz tam yaxın ünsiyyətdə də olsaq, bir-birimizin məsələn digər bir insanla eyni qabdan yemək də yesək, yəni belə deyək də, bir-birimizin əşyalarından istifadə də eləsək, məndə olan bu anemiya xəstəliyi ona keçməyəcək. Və yaxud da ki, artıq çəki, piylənmə və yaxud da ki, spirtli içkilərin törətdiyi xəstəliklər kimi bu kimi xəstəliklər, məsələn, tütünə meyillilik, onların törətdiyi xəstəliklər, ağciyər xəstəliklər falan, bunlar digər insana keçmir. Bəzi xəstəliklər də vardır ki, bunlar yəni stress nəticəsində, travmatik yüklənməsi nəticəsində, düzgün qidalanmama nəticəsində, oturaq həyat tərzi keçirmə nəticəsində yaranır. Məsələn, birinin qıçları ağrıyırsa, oturaq həyat tərzi keçirir, qıçı ağrıyır, əzələsi ağrıyırsa, bu digər insana keçməyəcək. Bu da belə. Sonra keçirik yoluxucu xəstəliklərin qarşısını necə almaq olar? Təbii ki, yoluxucu xəstəliklər bir canlıdan digər canlıya keçə bildiyi üçün bunların qarşısı alınma tədbirləri görülməlidir. Bəzi xəstəliklər var ki, hava damcı yolu ilə keçir, bəzi xəstəliklər var ki, hava yolu ilə keçir. Yəni fiziki təmas yolu ilə keçənlər var, qida və su vasitəsilə keçənlər var, daşıyıcı heyvanlar vasitəsilə keçənlər var. Məsələn, fiziki təmas yoluna keçən xəstəliklər, məsələn, bir insan tutaq ki, qrip virusuna yoluxub və yaxud da qızılca virusuna yoluxub, o insandan biz sıx ünsiyyətdə oluruqsa, yaxın belə deyək də, danışırıqsa, bir-birimizin əşyalarını istifadə ediriksə, digər insana da keçə bilər və onu da qeyd edək ki, su çiçəyidir, qripdir, bu kimi xəstəliklər insana yalnız bir dəfə yoluxur. Yəni, əgər qrip xəstəliyinə bir dəfə yoluxmusansa, deməli bir neçə dəfə yoluxa bilərsən. Amma qızılca xəstəliyinə bir dəfə yoluxmuşuqsa, bundan sonra bizim ətrafımızda nə qədər qızılca xəstəliyi olan insan da olsa, biz bir də qızılca xəstəliyinə, su çiçəyi xəstəliyinə yoluxmayacağıq. Amma təbii ki, heç yoluxmamışıqsa, ətrafımızda kimsə qızılca xəstəliyinə yoluxubsa, bu bizə keçə bilər. Onun tüpürcəyi vasitəsilə keçə bilər, nəfəsi ilə keçər, sonra sidik vasitəsilə keçə bilər, əşyalardan istifadə etməklə keçə bilər, toxunma ilə keçə bilər və s. Qida və su vasitəsilə keçə bilən xəstəliklər də var ki, məsələn, tutaq ki, çirkəb sulardan istifadə ediriksə, şəxsi gigiyena qaydalarına əməl etmiriksə, bu zaman bizə infeksion xəstəliklər yoluxa bilər. Əlimizi tez-tez yumuruqsa, bilirik ki, məktəblər çoxlu şagirdlər var, çoxlu müəllimlər var, hərə bir yerdən gəlir, hərə də bir cür xəstəliklər olur. Ona görə də məktəbdən gəldiyimiz zaman mütləq əllərimizi sabunla yumalıyıq. Məsələn, ictimai nəqliyyatdan istifadə etdiyimiz zaman əlimizi sabunla yumalıyıq və yaxud da ki, əlimiz çirkli qida qəbul ediriksə, bu zaman o qida vasitəsilə bizim orqanizmimizə bu yoluxucu xəstəliklər keçə bilər. Və daşıyıcı heyvanlar vasitəsilə də yoluxma ola bilər. Məsələn, bilirik ki, harda çirkli, pinti yerlər varsa, milçəklər həmişə orada olur. Təmiz yerdə heç vaxt milçək olmur. Milçəklər gedir çirkli yerlərə qonur. Sonra gəlir bizim əgər o tutaq ki, qapını açıq qoymuşuq, pəncərəni açıq qoymuşuq, milçək bizim evimizə daxil olubsa, gedir hansısa bir qabın üzərinə oturur, meyvənin üzərinə oturur, çörəyin üzərinə oturur, sonra biz onu yeyəndə artıq o yüzlərlə xəstəliyin yaranmasına səbəb ola bilir. Çox güclü, çox ağır xəstəliklərin yaranmasına səbəb ola bilir. Ona görə də bu cür həşəratlardan qorunmaq lazımdır. Yəni, qoymaq lazım deyil ki, bizim evimizə daxil olsun. Eyni zamanda ağcıqanadlar da xüsusilə anafilez cinsindən olan ağcıqanadlar da malyariya xəstəliyini törədir. Malyariya xəstəliyi xüsusilə bu gölməçə falan olan yerlərdə daha çox olur, rütubət çox olan yerlərdə daha çox olur. Malyariya xəstəliyinin qarşısını almaq üçün gölməçələrə hambuziya balıqları buraxırlar ki, hambuziya balıqları ağcıqanadla qidalanırlar. Ağcıqanadla qidalansın və o ağcıqanadları belə deyək, məhv eləsin ki, bu xəstəliyi törətməsinlər. Bu ağcıqanad malyariya parazitinin əsas sahibi ağcıqanaddır. Ağcıqanadda o xəstəliyi törəyir, sonra insanı da sancdıqca insanın da orqanizminə yoluxdura bilir. Ona görə də bu zibilləri açıq yerlərdə çox qoymaq olmaz. Belə deyək də, o zaman bu milçəklər falan yayılır, siçovullar, quşlar yayılır o belə deyək də zibillərin ətrafına, sonra da gəlib insanlara o xəstəlikləri yoluxdura bilirlər. Və bu hissəyə də fikir verirsiniz. Malyariya 2020-ci ildə malyariyadan ölənlərin sayı 627 min nəfər olmuşdur. Bunu anafilez cinsindən olan ağcıqanadlar törədir və daşıyıcılar da
Ağcaqanadlardır. Sonra keçdik bədənimizin xəstəliklərə qarşı müdafiəsi. Təbii ki, bəzən insanlar olur, deyirlər ki, nə olsun mən əlimi çirkli ola-ola yemək yeyirəmsə də və yaxud da ki, hansısa bir insanla ünsiyyətdə olduğum zaman o xəstəlik heç mənə keçmir. Çünki bizim orqanizmimizdə təbii müdafiə vasitələri vardır ki, bunlar bizim orqanizmimizi qoruyur. Amma müəyyən qədər qoruya bilər. Yəni mən elə hər gün əlimi yumamış yemək yeyirəmsə, uzun müddət bütün günü belə deyək də şəxsi gigiyena qaydalarına riayət eləmirəmsə, təbii ki, bu xəstəliklər mənim orqanizmimdə yoluxacaq. Amma arada bir belə deyək də gigiyena qaydalarına düzgün riayət eləmirəmsə və yaxud da ki, hansısa bir insanla ünsiyyətdə oluramsa və s. bu zaman bizim orqanizmimizdə bu xəstəlik çox da yayılmaz. Çünki orqanizmimizdə təbii müdafiə vasitələri var. Çünki məsələn dəridir, mədə şirəsidir, göz yaşıdır, selikdir. Bunlar təbii müdafiə vasitələrinə aid edilir ki, bu hissələrə mütləq fikir vermək lazımdır. Tutaq ki, məsələn, uşaqdır, yıxıldı yerə, dizi qanadı və yaxud da barmağını kəsdi və s. Bu zaman ora çoxlu mikroblar daxil olur. Mikroblar daxil olur və bizim orqanizmimizdə olan xüsusi müdafiə vasitələri vardır ki, ağ qan hüceyrələr gəlib o mikroblarla mübarizə aparır. Görürsüz, əlimiz kəsiləndə deyirik ki, əlim ağrıyır, zoqqulduyur da, belə deyək də, çox kəskin ağrı olur. Niyə? Çünki ora artıq ağ qan hüceyrələri gəlib və o mikrobla mübarizə aparırlar. Əgər mən oranı spirtləməsəm, yodlamasam, görürsüz, mamalarınız deyir ki, oranı spirtləmək lazımdır, yodlamaq lazımdır ki, mikroblar ölsün. Əgər mən onu spirtləməsəm, onda mikroblar ölməyəcəkdir. Ağ qan hüceyrələri gəlib bu mikroblarla mübarizə aparacaq. Mübarizə apardığı zaman da artıq o mikroblar da ölə bilər. Bu ağ qan hüceyrələrinin də bir hissəsi. Təbii ki, müharibədə hər iki tərəfdən ölənlər olur da, belə başa düşün deyə deyirəm. Yəni o zaman artıq bu belə deyək, mikroblar mübarizə apardığı üçün öləcək və orada iltihablaşma əmələ gələcək, iltihab əmələ gələcək. Ona görə də spirtləmək, yodlamaq lazımdır ki, mübarizə də olmasın və bu mikroblar da əmələ gəlməsin. Daha doğrusu bu iltihablaşmada olmasın. Və selik nədir? Yəqin ki, özünüzdə müşahidə eləmişsiniz. Deyirik ki, qrip olan kimi burnun başladı axmağa və yaxud da ki, ağciyərindən bəlğəm əmələ gəlir. Ağciyərə artıq mikrob yeyib ağciyərə düşübsə, ağciyərdə bəlğəm əmələ gəldi. Bu niyə baş verir? Əgər bizim orqanizmimizə hansı bir mikrob düşübsə, burnumuza mikrob düşübsə, burnumuzda seliyə əmələ gəlir ki, o mikrobu yusun aparsın. Və yaxud da ki, ağciyərimizdə bəlğəm əmələ gəlir ki, boğazımızda bəlğəm əmələ gəlir ki, onlar mikrobu tutub saxlayır və xaric edir. Əgər biz o bəlğəm əmələ gəldiyi zaman onu xaric eləsək orqanizmimizə, öskürürük, ağzımıza bəlğəm gəldi. Onu xaric eləsək, bu zaman o mikrobda keçib gedəcək. Amma biz yutsaq, təzədən bir də qayıdacaq ağciyərə. Bu da təbii müdafiə vasitələrinə aid edilir. Və mədə şirəsi, təbii ki, biz gün ərzində müxtəlif qidalar qəbul edirik. Qəbul etdiyimiz qidaların hamısı faydalı olmur. Təbii ki, içərisində kanserogen maddələr də olur. Sonra içərisində orqanizm üçün zərərli olan maddələr də olur. Bunlar biraz ağzımızda zərərsizləşdirilir. Ağzımızda qida maddələrini zərərsizləşdirən fermentlər var. Ondan sonra gedir qida borusundan, sonra gəlir mədəyə. Mədədə də mədə şirəsi vardır ki, onların tərkibində xlor turşusu var və bu da zərərli maddələri zərərsizləşdirmə funksiyasını yerinə yetirir. Təbii ki, indi biraz ağzımızda zərərsizləşdirildi, biraz mədəmizdə zərərsizləşdirildi. Amma sonra qaraciyərimizdə də zərərsizləşdirilir. Amma təbii ki, indi çox zərərli maddə qəbul eləmişiksə, təbii ki, keçdi qanımıza. Bu ağzımızda zərərsizləşdirilən, mədəmizdə zərərsizləşdirilən artıq bu oldu ilkin müdafiə vasitəsi. Ondan sonra qanımıza keçdiksə, artıq qanımızda İkinci müdafiə tədbirləri yaranmağa başlayır. Yəni, ağ qan hüceyrələri burada artıq zərərli maddələri zərərsizləşdirmək üçün fəaliyyətə keçirirlər. Yəni, onlar udurlar patogenləri və bu da fagositoz prosesi adlanır. Ağ qan hüceyrələrdə xüsusi maddələr ifraz edirlər ki, bunlara da antitisim deyilir. Bunu da və antitisimizə qanda uzun müddət qala bilirlər ki, mikrobları öldürə bilirlər. Və ümumiyyətlə yeni doğulmuş uşaqlar mikrobların təsirinə daha çox məruz qalırlar. Tutaq ki, 3-4 yaşlarında uşaqlar tez-tez xəstələnirlər. Əslində bu xəstələnməyə bir tərəfə baxanda onlar üçün fayda verir. Çünki əgər uşağın, təbii ki, biz şəxsi gigiyena qaydalarına əməl etməliyik, riayət eləməliyik. Amma belə deyək də,
bütün günü də əlimizi sabunlamağımız, bütün gün əlimi sabunlayıram, əlimi heç nəyə vurmuram, heç kimə ünsiyyətə girmirəm ki, mən xəstəliyə yoluxuram. Təbii ki, bu da olmaz. Çünki biz mikroblarla belə deyək də ünsiyyətdə olduqca artıq bizim orqanizmimiz o mikrobları məhv etmək üçün xüsusi maddələr, anticismlər hazırlayır. Bu da bizim orqanizmimizdə artıq hazır antitellərin, anticismlərin olmasına səbəb ola bilir və əgər uşaq yaşlarında uşaqlar qumla oynayırsa, əlini ora-bura vurur, çirkləndirirsə, bu artıq onun orqanizmində müdafiə vasitələrinin yaranmasına səbəb ola bilir. Yəni əlimizi yumalıyıq, şəxsi gigiyena qaydalarına riayət etməliyik, amma çox dərinə də getməməliyik də, belə deyək ki, o da bir xəstəlikdir. Və xəstəliklərdən qorunmaq üçün təbii ki, bütün xəstəliklər sadəcə qriplə, yüngül xəstəliklərlə belə deyək də müşahidə olunmur. Bizim orqanizmimizdə ağır xəstəliklər də ola bilir. Bunun üçün də peyvənd deyilən bir belə deyək də patogenlərlə mübarizə aparan bir vasitə belə deyək kəşf edib Edward Jenner belə deyək, ilk dəfə peyvənd hazırlayıb çiçək xəstəliyinə qarşı peyvənd, buna və yaxud da vaksin deyilir, peyvəndləmə və vaksin aparıb ilk dəfə. Ondan sonra artıq Louis Pasteurdə infeksion xəstəlikləri mikroorqanizmlər törədir deyə o da müəyyənləşdirib və o da quduzluq xəstəliyinə qarşı ilk dəfə vaksin hazırlayıb. Peyvənd nədir? Peyvənd öldürülmüş və ya zəiflədilmiş mikroblardır. Tutaq ki, biz qızılca xəstəliyini hələ ki tutulmamışıq. Bu zaman biz tutulanda o ağır bir xəstəlik olduğu üçün bizim orqanizmimiz onu dözməyə bilər. Ona görə də bizə uşaq yaşlarından qızılca xəstəliyinə qarşı, süd xəstəliyinə qarşı, bir sıra xəstəliklərə qarşı bizim orqanizmimizə peyvəndlər vurulur. Yəni o xəstəliyin yüngül formasını biz keçirməyə başlayır. Bizim orqanizmimiz artıq ona uyğunlaşır. Müxtəlif anticismlər əmələ gəlir. Ondan sonra artıq biz ikinci dəfə, yəni o xəstəliyə həqiqətən özümüz tutulanda, onda artıq bizim orqanizmimiz onu tanıyır, öyrəşir. Ona qarşı artıq mübarizə apara bilir. Ona görə də peyvəndi xəstəlik zamanı yox, xəstəlikdən əvvəl vurmaq lazımdır. Əgər xəstəlik zamanı tutaq ki, orqanizmimizə qızılca xəstəliyi yoxmuşuq, bu zaman götürüb bizə peyvənd də vursalar, onsuz da bizim orqanizmimizdə o mikroblar var. Biraz da peyvənd vursalar, alim deyəcək bir-birinə da biz o xəstəliyi daha kəskin formada keçirək. Bu da bizim ölümümüzə səbəb ola bilər. Ona görə də peyvəndi xəstəlikdən əvvəl vurmaq lazımdır. Peyvəndin tərkibi nədir? Öldürülmüş və ya zəiflədilmiş mikroblar və yaxud da patogenlər deyə bilərik. Və bizim orqanizmimizə müxtəlif infeksion vasitələr, infeksiya mənbələri orqanizmimizə yoluxduğu zaman biz təbii ki, orqanizmimizin özünü qoruması üçün anticismlər falan əmələ gəlir, amma biz antibiotiklərdən, həkim bizə antibiotikdə belə təyin eləyir. Antibiotik xəstəliyə uyğun olmalıdır. Yəni tutaq ki, biz süd çiçəyinə qarşı olan antibiotiki durub zökəmə qarşı olan antibiotik kimi istifadə etsək, bu effektiv olmayacaq. Antibiotiklər əks deməkdir də, yəni o xəstəliyin mikroblarına qarşı əks təsir göstərir və onları məhv edir. Təbii ki, biz uzun müddət antibiotiklərdən istifadə etsək, bu zaman bizim orqanizmimiz elə hər dəfə xəstələndikcə gəlib antibiotikdən istifadə etsə, bizim orqanizmimiz o antibiotika öyrəşəcək və sonra təsir eləməyəcək. Orqanizmimizdə artıq ona belə deyək də, davamlı mikroblar yaranmağa başlayacaq. Ondan sonra antibiotik bizə təsir eləməyəcək və biz tez-tez xəstələnəcəyik. Və eyni zamanda bizim orqanizmimizdə, bağırsaqlarımızda, dərimizdə, müxtəlif orqanlarımızda faydalı bakteriyalar da var ki, biz elə antibiotikdən hər dəqiqə tez-tez istifadə eləsək, hər qrip olduqda gedib antibiotikdən istifadə eləsək, onda bu faydalı bakteriyalar da məhv etmiş olar. Baxın, burada da görürsünüz ki, tutaq ki, bizim orqanizmimizə hansısa bir patogen daxil olub, anticismlər əmələ gəlməyi sürətlənir və müəyyən vaxtdan sonra artıq bütün patogenlər məhv olduqdan sonra artıq anticismlər azalmağa başlayır. Bunlar çox önəmli bilgilərdir. Bunlara fikir vermək lazımdır. Bitki və heyvanların yoluxucu xəstəlikləri hansılardır? Burada bu hissədə qeyd olunan deməli, bu hissədə qeyd olunan hissələri mütləq əzbərləyirsiniz. Bunlar bir-bir sizdən soruşacağam və bu hissədə də eyni zamanda baxın, xəstəliklər var. Bu hissədəki olan xəstəliklər, bunları bir-bir deməyə ehtiyac yoxdur. Məsələn, bəzi bakteriyalar limon, əncir, banan kimi bitkilərdə xəstəliklər törədirlər. Bunların hamısını öyrənirsiniz. Təbii ki, bütün bu bölməni hamısını, yəni işarə qoymadım, o demək deyil, öyrənmək lazım deyil. Sadəcə olaraq hansı əzbərləmək lazımdır, onları deyirəm. Və xəstəliklər
Təbii ki, bitkilərdə də xəstəliklər törənə bilir. Bitkilərdə olan xəstəliklər insanlara da keçə bilər. Təbii ki, əgər biz bu xəstə bitki ilə qidalanırıqsa, bizim orqanizmimizə keçə bilər və yaxud da ki, biz əlimizi vururuqsa, əlimizi yumuruq, gedirik, o əlimizdən qida qəbul edirik, əlimizi ağzımıza vururuq, gözümüzə vururuq və s. Bu da xəstəliklərin yaranmasına səbəb ola bilər və yaxud da ki, o xəstə bitkilərlə heyvanlar qidalanıb, o heyvanlarla da biz qidalandığımız zaman bizim də orqanizmimizə keçə bilər. Yəni bitkilərdə olan xəstəliklər insanlara keçə bilərmi? Təbii ki, keçə bilər. Eyni zamanda həşəratlar vasitəsilə də keçə bilər və həşəratlar, baxın burada çox önəmli bir cümlə var. Həşəratlar virus üçün həm daşıyıcı, həm də sahib orqanizm ola bilər. Yəni həşərat qondu bitkiyə, onun xəstəliyini gətirib bizim orqanizmimizə yoluxa bilər. Bu zaman oldu daşıyıcı və bitkiyə qonduğu zaman özü də hansısa bir xəstəliyə yoluxa bilər. Bu da onda da oldu sahib. Yəni həm sahib, həm daşıyıcı ola bilər. Və eyni zamanda vərəm xəstəliyi haqqında da məlumat verib. Vərəm xəstəliyi heyvanlarda bakteriyaların törətdiyi xəstəliklərə aid edilir. Əgər biz vərəm xəstəliyi olmuş heyvanın ətini yesək, təbii ki, südünü içsək, bu da bizdə də xəstəliyin yaranmasına səbəb ola bilər. Ona görə də biraz ehtiyatlı olmaq lazımdır. Əti yaxşı bişirmək lazımdır. Əgər biz onun vərəm xəstəliyi olduğunu bilmədən yeyiriksə və südü də yaxşı qaynatmaq lazımdır. Və xəstəliklərin əlamətlərini demirəm, o demək deyil ki, bunu öyrənmək lazım deyil. Sadəcə olaraq video çox uzun olmasın deyə əzbər hissələri demirəm, izah etmək hissələri deyirəm. Sonra bir də bura fikir verirsiniz. Deməli, dünya miqyasında ictimai sağlamlıq problemi olan və uzun müddətdir ki, davam edən vərəm basil və çöpçəkili bakteriyalar tərəfindən törədilir. Bakteriyaların bir-iki müxtəlif formaları var. Bunlardan biri də basildir və yaxud da çöpçəkili bakteriyalardır ki, bunlar vərəm xəstəliyini törədir. Və bu xülasə hissəsinə də mütləq fikir verirsiniz. Bu hissədən də sizə suallar düşür. İzah bu qədər. Şagirdlər, hər birinizi uğurlar. Sağ olun.